Bizi birləşdirən Mədəniyyət İctimai Birliyinin Qərbi Azərbaycan mövzusuna həsr olunmuş Zəngəzur mahnısı Ermənistanın bəzi dairələrində narahatlıq yaradıb. Qlobal İnfo xəbər verir ki, daim Bakıya qarşı aqressiv ritorikası ilə seçilən İranşünas Vardan Vaskanyan sözgedən mahnı barədə isterik fikirlər yazıb. O iddia edib ki, Zəngəzur mahnısında Ermənistan ərazisində çəkilmiş görüntülərdən istifadə edilib və Zəngəzur qələbəyə aparan yolun son nöqtəsi kimi təqdim olunub. Stat: Bu mahnıda nəinki Ağrıdağı xatırladılır, həm də Zəngəzur bölgəsi açıq şəkildə növbəti hədəf kimi təqdim olunur. Klipdə Ermənistan ərazisindən görüntülərin istifadəsi və verilən mesajlar narahatlıq doğurur deyə Vaskanyan vurğulayıb. Statın sonu. Qeyd edək ki, Zəngəzur mahnısının müəllif heyətinə tanınmış sənətçilər Ramil Qasımov, Şahin Musaoğlu, Vüqar Camalzadə daxildir. Mahnını ifa edənlər arasında Mübariz Tağıyev, Tünzalə Ağayeva, Aybəniz Haşımova, Samirə Əliyeva və digər tanınmış sənətçilər yer alır. Xüsusi olaraq vurğulayaq ki, Zəngəzur tarixi Azərbaycan ərazisi olsa da, rəsmi Bakı beynəlxalq hüquq nöqteyi nəzərdən bura iddia etmir. Azərbaycan yalnız Naxçıvana quru əlaqəsi üçün Zəngəzur dəhlizini əldə edib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.